20-ci əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşmişdi. 1991-1993-cü illərdə ölkədə hakimiyyət böhranı dərinləşmiş, idarəetmədə xaos yaranmış, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı davam etmiş, ölkədə vətəndaş qarşıdurması təhlükəsi meydana çıxmışdı. 1993-cü ilin iyun ayında Gəncə hadisələri ölkədə vəziyyəti daha da gərginləşdirdi və Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Bakıya dəvət olundu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarix ölkənin siyasi həyatında dönüş nöqtəsi oldu və sonralar Milli Qurtuluş Günü kimi tarixə həkk edildi. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə atəşkəsə nail olunması, əsrin müqaviləsinin imzalanması, yeni konstitusiyanın qəbul edilməsi və hüquqi demokratik dövlət quruculuğunun əsaslarının yaradılması Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Milli Qurtuluş Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi qüdrətinin möhkəmlənməsinə və ordunun güclənməsinə xidmət etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi zəfər, 2023-cü ildə isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpası müstəqil Azərbaycan dövlətinin gücünü və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bugün Milli Qurtuluş Günü təkcə keçmişə nəzər salmaq deyil, həm də Azərbaycanın əldə etdiyi nailiyyətləri, güclü dövlətçilik ənənələrini və gələcəyə inamını ifadə edən əlamətdar bir tarix kimi qeyd olunur.